maya aya yum gözünü üçe kadar say 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 say. Aç gözünü saydım çoktan. Ya nureyni ya hilveti yaşar hasadri habibi. Ya nureyni ya hilveti yaşar hasadri habibi. Türkan, bak bu mahnını kim çekip? Bu mahnını Xəyal Hüseyin çəkib, bizim Xəyal dostumuz. Hüseynin çekildiğini harda bilim. Xəyal mənim kimi qırqızıl sevəndir. O Rənglərdə. mahnı başlayanda orada bir yer var, sen o böyle əlinlə Evet. belə eləyirsən və girirsən içəri. Bizdə onun senarisi oydu ki, partidir və mənim evimə qonaq gəlir bütün dostlarım. O sənin evində. Bəli, və buradan Ramala təşəkkürümü bildirirəm. Doğrudan da sözün əsl mənasında sənətkardır və insan bu günə kimi çox ulduzlarımız, çox müğənni dostlarımız olub ki, Təbii onların ki. xitlərini Ramal özü də yəni ərsəyə gətirib, özü də çox gözəl səsi var. Ramalın biraz tənbəlliyi var idi. Biz Valehlə birləşdik və Qardaş, Ramalı, salamlayıram. bəli, biz Valeyə də salamlayıram. Valehlə birləşdik, biz Ramalı evdən çıxartdıq. Ramalı artıq məcbur elədik ki, Studiyaya sən gəlsin. studiyaya gəlməlisən. Tək mənim mahnıma görə yox, yəni əsla. Yəni özü iş görməlidir. Deyir, sənin səsinə bizim ehtiyacımız nəinki, bizim çox insanların ehtiyacı var. Yazdığım mahnılara çox ehtiyacımız var və şükür ki, yəni ki, bugünkü gün öz işinlə, sənətinlə məşğuldur. Nə vaxt axtarsanız Ramalı studiyada tapacaqsınız. Ramal artıq yatmır. Maşallah, maşallah, maşallah. Və bir çox hitləri var. Bu Türkan, səmimi yaxınlarda cavab da... ver. Ramaldan aldığın mahnıya nə qədər pul vermirsən aranjmanla bir yerdə? Yox, bu normal. Ramalın qiymətini hamısı bilirdi. Yəni, deyir o, görünən bağa nə bələk ki, nə qədər pulun çıxdı? Kliplə bir yerdə, ümumi bu layihəyə deyək. Ümumi bu layihəyə nə qədər pulun çıxdı? Oradan da prodüser oturub batsı, bunu Amerikaya ərə verirdim. Getmədi. Özü dünya çempionuna verirdim. Özü də bizim dostumuzdur. Dedi, yox, mən Amerikanı yeyinirəm. Dedi, mən burada ol. Nə qədər pulun çıxdı Türkiyə, ümumi? Bu mahnı 2019-cu ildə Maşın Show'da bilirsiniz ki, ərsəyə gəlmişdi və orada mənim üçün biraz ifa eləmişdir. Ramal dedi ki, sənə yazmışam. Və o 2019-dan qaldı, düz 2026-ya kimi. Sonra bu yaxınlarda elə oldu ki, biz Ramalla tədbirlərin birində rastlaşdıq və mən dedim ki, Ramal, mahnı nə oldu? Dedi ki, sən mahnın hazırdır. Bir neçə günə studiyaya gəlirsən, o mahnını hazırlayırım. İnanın ki, 2019-dan olan mahnı 2026-da hazır oldu və açıq bir şey deyəcəm. O mahnını mənə 2019-da hədiyyə Yox, ümumi layihədən söhbət gedir, pulun nə qədər çıxıb? Hədiyyə yazdığına görə məndən özü 1 manat pul almadım. Çünki hədiyyə yazmışdı onu. Aha. Amma düzündən sonra yazdığı mahnıların hamısına pul verəcəm, o heç. Amma ki, indi dost xətrinə də. Amma ümumi layihəyə belə deyim ki, kliplə bir yerdə, aranjmanla, hər biri ilə bir yerdə büdcə deyim. Büdcə deyir, burada ayıbdır, cəmaat büdcəsində 20 min pul xərcləyir. Nə bilim, bir 8 minə yaxındır. Normaldır məncə, kliplə bir yerdə. Yəni, sənin mahnı havaya düşüb, yəni, Ramal sənə mahnı elə belə versəydi, bir 5-6 minə verərdi mahnı, bəlkə də 10 minə verərdi. Ramal 10 minə satır mı? Dayı satmır? Qaldırıb qiymətləri. Neçə qaldırıb ki? Sən sat getsin də bu cür mahnıları. 15 min yalnız aranjmansı yoxsa aranjmanla bir yerdə. Aranjmanla bir yerdə. Hər şey, yəni, layihəni sənə verir 15 min manatı. Bəli, 15-16 Amma kimsə mənə elə gəlir Kazımcanın adını orada eşitmək istəyirsə, yəni ki, Kazımcan dəstixətli, Ramal dəstixətli deyir, o deyir, balıq istəyən quyruğunu suya salar. Yaxşı adamla, hə, gəlib 200 manata da mahnı ala bilərsən. Amma mən bir şey Aranjmanla bir deyim, yerdə elə özdə. müğənnilər olub ki, bu günə kimi valla özüm də görmüşəm, şahidi olmuşam. Nədir kiminsə adı olsun deyə, mahnı heç ona yaraşmır, səsinə yaraşmır. Mahnı yaxşı mahnı deyil, yəni ki, onluq bir mahnı deyil. Amma ad olsun ki, mənsə almışım da inciməsin dostlarımız. O normal bir Baba şey Vəziroğlu deyil. mənim üçün xalq şairimiz, sevilən insandır. Hətta bizim böyük bəstəkarlarımız var, Faiq Sücəddinov falan. Bəzən gedirlər, onlarda mahnı alırlar, onlar da xətirlərini deyimir, verirlər onlara mahnı. Amma o müğənni o mahnının ağırlığını daşıya bilmir. İnciməsinlər, oxuyurlar, amma o ağırlığı daşıya bilmirlər. Mən mamaya deyirəm ki, sən məni o qədər susturdun hər şeydə. Mən hər kəs üstümə gələndə sən imkan vermədin ki, mən öz işim barəsində də danışım ki, bir cəmaatda nəyisə deyə bilim. Məsəl üçün, elə müğənnilər də var ki, Kazımcan da buradadır, mən elə gəl təsdiqləyər və yazıq da bayaqdan görəm ki, çox şey danışmaq istəmir. Amma elə müğənni də var ki, valla nə qədər istəsə də o bəstəkar mahnısına yaraşmır. Yaraşmır. Nə qədər istəyir oxumaq, o səsin ki, o tembri var, onun o görünüşü var. Elə bir günən ki, o bəstəkar mahnılar
mahnıları, xalq mahnıları elə bil ki, onlar üçün yaradılmayıb. Bu yazıq istəyir oxumaq. Bu yazıq istəyir ki, yaxşı bir şey çıxartsın ortaya. Amma sənə yaraşmır o. Yəni istəyir yaxşı bir şey eləsin, alır, yaraşmır. Kazım, ona görə mi sən deyirsən hər müğənniyə mahnı verməyim? Çünki daşıya bilməyəcək mahnımı. Əlbəttə, o məsələ var da. Bax Kazım, sən mahnıların dillər əzbəri olduğuna görə hər toyda indi hələnin büdcəsində ola bilmir də ki, Kazımcan çağırsın, Türkanı ya başqasını.